Salam dostlarım, mən Paşayeva Aytəkin yenidən sizinləyəm. Deməli, 6-cı sinif Namazov çalışmalar kitabında səhifə 186-da olan çalışmaların izahını sizə verəcəyəm. Baxaq izaha birinci sualdan. Özünüzü yoxlayın. Başlayaq birinci suala. Dostlar, izaha keçməmişdən qabaq sizdən kiçik bir xahişim var. YouTube kanalımıza abunə olub dəstək olun ki, daha çox izahlardan faydalanmış olasınız və mənə də faydalı olasınız. Və onu da qeyd edim ki, izahlarda kiçik bir mexaniki səhvlər ola bilər. Onu xoş görün, yorum bölməsində yazın, bildirin. Nəzakətli şəkildə yazıb bildirsəz mənə də xoş olar. Yəni bəzən yazırlar nəsə bir kobud formada. O demək deyil ki, mən nəyisə səhv etməyə bilərəm. Mən müəlliməm, mən insanam. Müəllim hər şeyi o demək deyil ki, səhv etməyə bilməz. Səhv edə bilər, normal halda, yorğunluq halı ola bilər. Bu qədər misalı ard-arda həll eləyəndə artıq beyin istər-istəməz yorulur. Onu nəzakətli bir şəkildə yazıb bildirsəz mənə də xoş olar şərh bölməsində. Elə bir hal olarsa. Sanıram bundan əvvəlki izahda olmuşdu elə bir hal. Düzdür, elə bir kobud bir fikir görmədim, amma bəzən ola bilər. Yəni biləsiz, onu nəzərinizə çatdırmaq istədim. Baxaq birinci suala. Başlayaq. Deməli, nə deyir? Şəkildə bütün bucaqları tapın. Baxın, bucaq 1, çalışma 1-dən başlayırıq. Çalışma 1. Şəkildə bucaq 1 üstəgəl bucaq 3 bərabərdir 98 olarsa. Baxın, burada bucaq 1, bucaq 3 necə bucaqlardır? Qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaq olanda burada nə baş verir? Qarşılıqlı bucaq olarsa əgər nə olur? Deməli, bucaq 1 bərabərdir bucaq 3-ə. O zaman bucaq 1 bucaq 3-ə bərabərdirsə, bu bucaqlar bir-birinə bərabərdir. O zaman mən tutaq ki, bucaq 1 alfadırsa, bucaq 3 də alfa olacaq. Yəni, burada belə bir şey alınır. 2 alfa bərabərdir 98-ə. Alfa da bərabərdir 49. Deməli, aldım ki, bucaq 1 və bucaq 3 bərabərdir 49 dərəcə. İndi mənə lazımdır bucaq 2-ni və bucaq 4-ü tapmaq. Bura 49-dur, burada 49-dur yazdım. İndi baxın, bucaq 3 ilə bucaq 2 qonşu bucaqlardır. Bucaq 2 və bucaq 3 qonşu bucaqlardır. Bunlar əgər qonşu bucaq olarsa nə baş verir? Bunların cəmi 180 olmuş olur. Bucaq 2 üstəgəl bucaq 3 bərabərdir 180 dərəcə. Bucaq 2-nin yerinə 49 dərəcə, üzərinə gəl bucaq 3 bərabərdir 180. Bucaq 3 nəyə bərabərdir? 180-dən 49 dərəcəni çıxmış oluram. Bucaq 3 bərabərdir 131 dərəcə. Deməli, bucaq 3-ü 131 dərəcə aldım. Bucaq 3 yazmışam. Bucaq 2-ni bir dəqiqə. Bucaq 3 zaten 49 idi. Bucaq 3-ün 49 üstəgəl bucaq 2 yazmalıydım. Düzəldirəm 180-ə. Bucaq 2 bərabərdir. 180-dən 49-u çıxıram 131. Deməli, bucaq 2-ni mən 131 dərəcə almışam və indi nə edirəm? Bucaq 2 bucaq 4-ə bərabərdir. Nəyə görə? Bir dəqiqə, 131 dərəcə nəyə görə? Qarşılıqlı bucaq olduğu üçün. Qarşılıqlı bucaq olduğu üçün. İndi baxın. Rəngi dəyişirəm, bütün bucaqları tapın demişdi. Gəlin yazaq hamısını. Bucaq 1 bərabərdir bucaq 3 bərabərdir 49 dərəcəyə. Bucaq 2 bərabərdir bucaq 4-ə bərabərdir 131 dərəcə olmuş olar. Deməli, davam edirik ikinci sualdan. Çalışma 2. Deməli, qonşu bucaqlardan biri o birindən 48 dərəcə kiçikdir. Bu bucaqların dərəcə ölçüsünü tapın. Uşaqlar, baxın, bu qonşu bucaqlardır. Biri o birindən 48 dərəcə kiçikdir. Məsələn, bura x plus 48-dirsə, fikir verin, burada x olar. Bu bucaq bundan gördünüzmü? 48 dərəcə kiçikdir. Onda mən nə edirəm? X plus 48 üstəgəl x. Yəni, bunların cəmi 180-ə bərabər olduğunu biz bilirik, qonşu bucaq deyirsə. 2x bərabərdir 132. X də bərabərdir 66. 132-ni 2-yə böləndə 66. Deməli, nə deyir bizə? Bu bucaqların dərəcə ölçüsünü tapılır. Biri 66-dırsa, digər bucaqda necə tapılır? 66-ın üstə 48 gələrik. 14, 10, 11, 114. Yaxud da 180-dən 66-nı çıxanda 114.
Bax bu şəkildə eyni formada. Bucağın biri 66 dərəcə, digəri isə 114 dərəcə olmuş olur. Bu şəkildə dostlar. 3-cü sualla davam eləyək. Çalışma 3-cü sualla. Qonşu bucaqların yazaq. Çalışma 3. Deməli, qonşu bucaqların dərəcə ölçülərinin nisbəti 4-də 1 böl 5-də 1 nisbətindədir. Bu bucaqların dərəcə ölçülərini tapın. Dərəcə ölçülərinin nisbəti 4-də 1 böl 5-də 1. Bu bucaqların dərəcə ölçülərini tapın. Bunu belə yaza bilərəm. Çalışma 3 dedik də biz buna. Çalışma 3. Baxın, uşaqlar. Deməli, bucağın biri 4-də 1 K-dır. İkincisi isə 5-də 1 K-dır. Deməli, tənasüb bölməsinə aid olan sualdır. Qonşu bucaq dediyinə görə 4-də 1 K üzərinə gəl, 5-də 1 K bərabərdir 180 dərəcəyə. Ortaq məxrəc 20-dir. Onda 5K üzərinə gəl, 4K bərabərdir 180-ə. Deməli, 20-də 9K bərabərdir 180-ə. İndi mən K-nı tapmaq üçün nə edirəm? 180-i bölürəm 20-də 9-a. K bərabərdir 180. Bölməməli olanda kəsirlərin bölünməsində kəsir tərsinə çevrilir, vurulur. 9 ilə getdi burada 20. 20-də 20-yə vurulur, olur 40. K-nı 40 tapmışam. Onda dostlar, mən nə etməliyəm? Deməli uşaqlar, 20-ni 20-yə vuranda 400 eləyir. Deməli, K-nı 400 tapdım. İndi gəlin birinci bucağı tapaq, sonra da ikinci bucağı tapaq. Deməli, birinci bucaq K-nın yerinə birinci bucağı tapmaq üçün nə edirəm? 4-də 1 vur. K-nın yerinə nə yazıram? 400. 4-də 1 vur 400. Bu olurmu 100? İkinci bucağı tapıram. Bu birinci, bu da ikinci. İkinci bucaq 5-də 1 vurulsun. K-mız 400 idi. 400-dən də 5. Bu da oldu 80. Deməli, bucağın biri 100, biri isə 80 olmuş oldu. Bu şəkildə almış olarıq 3-cü çalışmanın həllini. Davam edirik 4-cü çalışma ilə. Çalışma 4. Baxaq dostlar. Şəkilə əsasən x-in qiymətini tapın. Burada bu bucaqlar uşaqlar necə bucaqlardır? Qonşu bucaqlardır. O zaman bunların cəmi 180 olduğunu biz bilirik. 2x üzərinə gəl 33, topla x çıxılsın 6 bərabərdir 180 dərəcəyə. 2x ilə bu x olur 3x. 33-dən də 6 nə olur? 27. Bərabərdir 180-ə. 3x bərabərdir 180-dən çıxaq 27-ni. 3x bərabərdir, deməli 153 qalmış olur burada. X də bərabərdir 153-ü 3-ə böləndə 51 düşür. Deməli bizdən x-i tapdıyıq. Biz də x aldıq 51 dərəcə. Bu şəkildə aldıq. Çalışma 4-də. Çalışma 4-də 2 dənə şəkil var. Bu birinci şəklin həlli idi. İndi isə ikinci şəklin həllinə baxaq. Gəlin ikinci şəklin həllinə baxaq. Davam eləyək uşaqlar. Deməli bu bucaqla bu bucaq necə bucaqlardır? Qarşılıqlı bucaqlardır və qarşılıqlı bucaqlar bir-birinə bərabər olduğunu bilirik. Və indi bizim həll üsulumuz buna əsaslanır ki, qarşılıqlı bucaqlar bir-birinə bərabərdirsə mən bunu, yəni 5x çıx 12-ni bərabər edirəm 3x topla 24-də və aldığım bu tənliyi həll edirəm. 5x çıx 3x sola gəldi 3x. 3x sola gəldisə müsbətdir, işarəsi olur mənfi. Mənfi 12 mənfi olduğuna görə sağa keçəndə müsbət olur, müsbət 12. Üstə gəl 24. 5x-dən 3x-i çıxıram uşaqlar, 2x qalır. Bu olur 36. X də bərabərdir. 36-nı 2-yə bölürəm, 18 almış oluram. Deməli, burada da x alıram, 18. Bu şəkildə almış olduq 4-cü çalışmanın həllini. Davam edirik. Çalışma 5. Çalışma 5. Deməli, çalışma 5-də bucaq M hansı şəkildən davam edirik? Biz 3 bucaq qurmalıyıq. Olarsa MNK 3 bucağını qurun. Gəlin baxaq. Dostlar, bu 5-ci çalışmanı özünüz yazacaqsınız. Burada deyilənləri bucaq M45 dərəcə transporterdan istifadə edəcəksiniz. Xətkeşdən istifadə edib bunları dediklərini edəcəksiniz. Baxaq 6-cı çalışmaya.
6-cı çalışmada bu şəklə əsaslanır. AB-nin uzunluğu çalışma 6. Baxaq. Deməli, AB bərabərdir 18-ə, CD bərabərdir 2,4-ə, OD bərabərdir sual. Baxın, AB 18-dirsə, AB diametrdir, yəni 2R deməkdir, bərabərdir 18-ə, R bərabərdir 9-a. Bura 9 oldu, burada 9 olmuş oldu. İndi baxın, CD haradır? CD buradan buradır, 2,4-dür. Bir dənə buranı silək. 2,4-dür. İndi məndən nə istəyir? OD-ni istəyir. Axı mən nə aldım? Radius 9-dursa, buradan OC də 9-dur. OC də bərabərdir R-ə, o da 9 olmuşdur. Yəni 9 olduğunu bilirik. O zaman D-onu tapmaq üçün, yəni OD-ni tapmaq üçün 9-un üzərinə mən 2,4-ü gəlməliyəm. Bu da mənə verir 11,4. Cavab oldu 11,4. 6-cı sualda. Deməli, baxaq növbəti suala. Çalışma 7. Çalışma 7-yə baxaq uşaqlar. Nə deyir çalışma 7-də? Deməli, uşaqlar, P-ni 3,14 verir. Deyir, uzunluğu bu qədər olan çevrənin radiusunu tapın. L bərabərdir 2πr oldu. L bərabər 2πr olduğunu bilirik. Deməli, 2, P-miz 3,14-dür və uzunluq deyir 15,7-dir. Bunu bilirik. İndi vurulsun R bərabərdir 15,7. Baxın, 2'yi 3,14'e vuram 6,28 vur. R bərabərdir 15,7. R bərabərdir 15,7 bölünsün 6,28. Gəlin bunu yoxlayaq, görək neçə. Deməli, burada aldıq 2,5. İndi bizə nə deyir? Nəticəni onda birlərə qədər yuvarlaqlaşdırın. Onda birlərə qədər yuvarlaqlaşdırsaq, bu da olmuş olar 3. Bu şəkildə alarıq. İndi 3,768-dirsə, əgər L bərabərdir 3,768-dirsə, o zaman yazıram. 2pi, P'miz 3,14-dür, vur R bərabərdir nəyə? 3,768. R bərabərdir 3,768-i. Baxın, mən niyə kəsirlə yazıram? Kəsirlə yazmaq da elə zaten bölməməlidir. Bax, 6,28 vur R bərabərdir 3,768. R də bərabərdir 3,768-i bölürəm 6,28-ə. R də bərabərdir, gəlin bunu bölək. Bu da 0,6. Onda birlərə qədər yuvarlaqlaşdıranda da R olur 1. Deməli, aldıq 1, aldıq 3. Bu şəkildə almış olduq. 8-ci sualda bunu özünüz yazacaqsınız. Çünki burada özünüz yazmalı olduğunuzdur. 9-cu suala baxaq. Çalışma 9. Deməli, AB və CD vətərləri M nöqtəsində kəşir. Gəlin şəkili çəkək. Bu bizim çevrəmizdir və bu A-dır, bu B-dir, bu AB vətəridir. Bu da CD vətəridir və M nöqtəsində kəsişir. Baxın, M nöqtəsində kəsişdilər. AM 5-dir, MB 8-dir, CM 4-dür. MD-ni tapın. MD. Baxın, MD-ni bilmirəm, X-dir. Belə bir düsturumuz var idi bizim. CM vurulsun MD bərabərdir AM vurulsun MB. Ölçüləri yerinə yazsaq, CM-imiz 4-dür, MD-miz X-dir. Yəni MD-ni tapmalıyıq. Baxın, MD bərabər sual. MD-ni AM-imiz 5-dir, MB-imiz də 8-dir. 4X bərabərdir 40-a, X bərabərdir 10-a. X oldu 10. Deməli, MD bərabərdir 10 almış oluruq bu şəkildə. 10-cu çalışmadan davam eləyək. Çalışma 10. Çalışma 10. Dostlar, yenə də deyirəm, ola bilər hesabatda nə isə gözdən qaçırmış ola bilərəm, nə isə.
xoşgörü ilə yazıb, nəzakətli şəkildə yazıb bildirsəniz mənə də xoş olar. Bir də var kobud şəkildə. Ola bilər də mən bu qədər yazıram bu misalları. Ola bilsin ki, yorğunluq ola bilər. Çünki rəqəmlər artıq görünür gözümə, fikir qarışır, səhvlik ehtimalı hesabatda ola bilər. Yəni onu yazıb bildirin şərh bölməsində. 10-cu sualdan davam edirəm. Bir də yenə sizdən xahiş edirəm, kanalımıza dəstək olun, abunə olun ki, sayımız çoxalsın və daha çox sizlər üçün faydalı olum. Yəni baxıram ki, baxıb keçirlər, amma bəziləri, yəni o qədər adam baxır, amma görürəm ki, abunə olmurlar. Yəni xahiş edirəm ki, abunə olun, dəstək olun. Yəni sizdən gedən bir şey yoxdur. Baxaq 10-cu suala. Demək, birinci şəkili həll eləyək. Deməli, bu mərkəzi bucaqdır. Mərkəzi bucağın dərəcə ölçüsü neçədirsə, qövs də həmən dərəcə ölçüyə bərabər olur. Mərkəzi bucağın dərəcəsi qövsün dərəcəsinə bərabərdir. Belə deyək, qısa olaraq. O zaman bu 3x çıx 3 dərəcə bərabər olmalıdır 102-yə. Belə bir tənlik alırıq. 3x çıx 3 bərabərdir 102. 3x bərabərdir 105-ə. X də bərabərdir 35 dərəcə. X-i tapın. Birincidə X-i tapdım 35. İndi eyni qayda ilə ikinci 2x çıx 6 bərabərdir 78-ə. 2x bərabərdir 84-ə. X də bərabərdir 42-yə. Bu şəkildə. Üçüncüsü. Deməli, bu ilə 180 ilə bu bucağı mən nə edirəm? 5x plus 15 bərabərdir 180-ə. 5x bərabərdir 165-ə. X də bərabərdir 2 yox 3. 31. Deməli, x-i aldıq 31. Bu şəkildə uşaqlar. Bugünkü izahımız bu qədər. Növbəti izahlarda görüşmək üzrə. Sağ olun. Hələlik.